Salam. Bugünkü videomuzda 3-cü nöqtəli söz birləşmələri ilə bağlı vacib qeydləri sizinlə bölüşmək istəyirəm. 3-cü nöqtəli söz birləşmələri ismi birləşmənin bir növüdür. Birinci tərəf müəyyən yəhli halda, ikinci tərəf isə hər üç şəxsin mənsubiyyət şəkilçisi ilə ifadə olunur və cümlədə sintaktik təhlil zamanı parçalanmır. Bəs 3-cü nöqtəli söz birləşmələri nə zaman sintaktik təhlil zamanı parçalana bilər? Əgər birinci tərəfdə bizim və sizin əvəzlikləri işlənibsə, İkinci tərəfdəki sözlərdə isə mənsubiyyət şəkilçisi ixtisar olunubsa, birinci tərəf, yəni bizim və sizin əvəzliyi təyin kimi təhlil olunur. Yəni, nümunələr əsasında buna diqqət yetirək. Deməli, məsələn, yazırıq, bizim sinfimiz səliqəlidir. Digər nümunə, bizim sinif səliqəlidir. Onu da qeyd edim ki, burada bizim yerinə sizin də yazılsaydı, qayda yerinə eynidir. Həm bizim, həm də sizin üçün qayda eynidir. Deməli, burada iki cümləyə baxırıq ki, fərq nədir? Eyni olan şey odur ki, birinci tərəfdə, yəni asıl tərəfdə bizim əvəzliyi, yəhli halda, yəni biz əvəzliyi işlənibdir. İkinci tərəfdə isə fərq var. Birinci cümlədə mənsubiyyət şəkilçimiz işlənib, ancaq ikinci cümlədə işlənməyibdir. Əgər bizim və sizindən sonra mənsubiyyət şəkilçisi gəlibsə, onda bir yerdə təhlil olunur. Hara səliqəlidir? Bizim sinfimiz. Ancaq mənsubiyyət şəkilçisi ixtisar olunubsa, parçalanır. Hara səliqəlidir? Sinif. Hansı sinif? Bizim sinif. Gəlin istisnaya da diqqət yetirək. Əgər bizim və sizin əvəzliklərindən sonra yerlər, tərəflər, vaxtlar, zamanlar. Əgər bu 4 söz gəlibsə, yəni istəyir mənsubiyyət şəkilçisi işlənsin, istəyir işlənməsin, bir yerdə təhlil olunur. İndi sizinlə yazacağım bu nümunələri. Sizin yerlər qədimdir. Sizin yerləriniz qədimdir. Nümunədəki fərq nədir? Birinci cümlədə yerlər sözündən sonra mənsubiyyət şəkilçisi işlənməyibdir, ancaq ikinci cümlədə işlənibdir. Amma burada fərq yoxdur. Yəni, bu 4 sözdə mənsubiyyət şəkilçisi olsa da, olmasa da parçalanmır. Hara qədimdir? Sizin yerlər. Hara qədimdir? Sizin yerləriniz. Bugünkü izahımız bu qədər. Gələn videolarda da Azərbaycan dili və ədəbiyyatla bağlı vacib qeydləri sizinlə bölüşəcəm.